Səhər saatlarında gümüş üstündə alış əməliyyatlarını verdi. O da gəlirlə nəticələndi. Hal-hazırda 72-300-lərdədir və bu dönüş nöqtəsidir. Yəni ən yaxşı halda dönüş nöqtəsi gəlsə 71-980-lara qədər gəlir. Təbii ki, yuxarı doğru istiqaməti yenidən alışlar 72-600-lərdən, birinci hədəfi isə 72-850-lərdə. Ondan sonra yenidən alışlar üçün 73-100-lərdir və yuxarı doğru istiqaməti hədəfləri 74-900-lərdir. Satışlar üçün biraz, yəni konkret satışlar üçün 70.800-ləri gözləməyə dəyər. Bitcoin səhər saatlarında sürətlə yuxarı doğru istiqamətlə davam edir. Yenidən alışlar 69-450-lərdən olacaq. Satışlar isə 68-750-lərdən olacaq. Euro-dollar, funt-dollar yenidən dirçəlişə doğru imza atır və euro-dollar alışlar 1.15-300-lərdir, satışlar isə 1.15-100-lərdir. Funtun-dollar rəqabətində alışlar 1.32-300-lərə biz diqqət edə bilərik. Eyni zamanda 1.31-800-lərə isə satışlar üçün düşünməyə dəyər. Belə hələlik həftəniz xeyirli, bərəkətli olsun inşallah.